Dediniz ki susur insan və o preslənmə kimidir də. Sonra birdən-birə dediniz ki, özünü üstə Aydınlanma baş verir. O aydınlanma özünü necə göstərir bir insana? Aydınlanma qərarlarında göstərir, aydınlanma duyğularda baş verir, aydınlanma həyatında baş verən hadisələrdə, yəni heç vaxt yaşanmayan bir şeylər, köhnə sirlər, batıb qalmış sirlərin aşkarı, gələcəklə bağlı bağlanmış yolların açılmağı, bir gecəyə susqunluğu mən təcrübəsini görmüşəm. Bir gecə susmaq haqqında qərar aldın, həyat çalxalandı. Müsbət və ya mənfi mənada. Başını itir. Amma görürsən ki, nə var idisə öz polkalarına oturdu. Bu baxımdan hələ bir gecəyə bu baş verirsə, insan bəlli bir zamanda susmağı 3 gün, 5 gün özünə qayda qoya bilsə, orada effekt mütləqdir. Mümkün deyil olmasın. Heç bir çıxış yolu tapmıramsa həyatımda, hər şey çox qarışıqdırsa, ən optimal yol susmaqdır. Yəni susmaq dediyim, susmağı özünə bir qanun kimi qoyursan, zəruri məsələlərə çıxmaq şərti ilə, zəruri gündəlik baş verən vaciblərə çıxmaq şərti ilə ümumi olaraq heç nə bölüşməmək, duyğusal, emosional heç bir şey bölüşmürəm. Ona deyirək uduram, uduram. Həmin o çarəsizliyin içindəki çırpınır insan. Bax, o susma bir neçə zamandan sonra əməlli başlı yol açır insana. Yəni, heç nə edə bilmiriksə susaq. Məqsədli susmaq, məqsədli.